İlham Əliyevdən sərt xəbərdarlıq, radikallar seçilsələr lazımi addımlar atılacaq. Simonyandan Qarabağ açıqlaması. Bu, bizim üçün tələ idi. Putinin sadə paradının səbəbi. Vəziyyət Rusiya üçün yaxşı deyil. Rusiya qardaş xalqı boşamaq istəmir, Vadolatski danışdı. Putin Zelenskini Moskvaya dəvət etdi. Paşinyan metroda ödəniş etdi, sistem işləmədi. Ermənistandakı canilər, separatçılar və radikallar seçkilərdən əvvəl fəallaşıblar, ittifaq yaradırlar. Prezident İlham Əliyevin mayın 10-da Zəngilan şəhərində sakinlərlə görüşündə səsləndirdiyi fikirləri teleqrafa şərh edən politoloq Elxan Şahinoğlu belə deyib. Ekspert bildirib ki, həmin radikal qüvvələr Rusiyadan da dəstək alır və Azərbaycan əleyhinə açıqlamalar verirlər. Yenə də çıxışlarında qondarma artsaq ifadəsinə yer verirlər. Düzdür, müharibə sözünü işlətməkdən qorxurlar, amma söyləyirlər ki, güya bu şərtlərlə Azərbaycanla sülh sazişinin imzalanması doğru deyil. Ermənistanın öz şərtləri olmalıdır. Buna görə də Prezident İlham Əliyev haqlı olaraq xəbərdarlıq edir. Həm də erməni cəmiyyətinə mesaj göndərir ki, bu radikallar seçilsələr və dediklərini etməyə başlasalar, sizi ağır günlər gözləyir. Bu, o mesajdır ki, biz müharibə istəmirik, amma yenə də təxribat olarsa, buna məcbur olacağıq. Nəticədə övladlarınızı və ərazilərinizi itirəcəksiniz. Ciddi mesajdır. Həm radikallara, həm də erməni cəmiyyətinə yönəlib. Erməni cəmiyyəti doğru qərar verməlidir. Nikol Paşinyanın özü də bu istiqamətdə açıqlamalar verir. Paşinyan artıq bəyan edib ki, radikallar Ermənistanda hakimiyyətə gəlsələr, müharibə təzədən başlayacaq. İndi erməni cəmiyyəti duruma uyğun seçimini etməlidir. Azərbaycan və Türkiyə ilə əməkdaşlığı, sülhü, yoxsa bu radikalları seçəcək? Sonuncunu seçsələr, müharibə və ağır itkilərlə üzləşəcəklər. Ermənistan cəmiyyətinin iyunun 7-sində keçiriləcək parlament seçkilərində mümkün seçiminə gəlincə Elxan Şahinoğlu vurğulayıb. Hazırda seçki kampaniyası gedir. Seçki iştirakçıları şəhər və kəndlərdə vətəndaşlarla görüşürlər. Belə bir yanlış görüntü də yaradıla bilər ki, güya radikallara dəstək var. Mitinqlərə kimlərsə qatılır. Amma susqun çoxluq da var. Həmin kəsim hələ qərar verməyib. Onların bir hissəsi yola Paşinyanla davam etmək istəyir. Çünki müharibə istəmir. Rəy sorğularına görə cəmiyyətin 25-30% hələ qərar verməyib. Seçkilərin nəticələri onlardan asılı olacaq. Məntiqləri varsa Paşinyanla yola davam edərlər. Amma erməni cəmiyyəti hələ də köhnə xəstəliyindən qurtulmayıbsa, onda radikalları seçəcək. Bu halda bölgənin yenidən müharibəyə sürüklənəcəyini proqnozlaşdırmaq olar. Azərbaycan dövlət başçısı Zəngilan sakinləri ilə görüşdə bəyan etmişdi ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsələr, o zaman Ermənistan xalqının başı dərddə olacaq. Biz bizə məxsus olan torpaqlarımızı işğalçılardan qan tökərək azad etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim bütün hərbçilərimiz, qəhrəman döyüşçülərimiz ən yüksək qiymətə layiqdir. Biz həm döyüş meydanında, həm siyasi müstəvidə, həm iradə, peşəkarlıq və yüksək mənəvi keyfiyyətlər, ləyaqət göstərmişik. Məhz buna görə bugün Azərbaycana əvvəlki dövrdə olan hörmət bəlkə də 1-ə 10 artdı. Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağ məsələsi ilə bağlı diqqət çəkən açıqlama verib. Axar TV Qlobal İnfoazı istinadla xəbər verir ki, Simonyan müsahibəsində Qarabağ məsələsinin Ermənistan üçün tələ olduğunu bildirib. Bu bir tələdir. Biz bunu dəfələrlə bəyan etmişik. Bu, müstəqil Ermənistan üçün qurulmuş tələdir. Məqsəd Ermənistanın heç vaxt tam müstəqil olmaması idi. Eyni zamanda Azərbaycan da tam müstəqil olmayacaq, daim nəzarət və təsir altında qalacaqdı, deyə o vurğulayıb. Simonyan əlavə edib ki, Qarabağ artıq bağlanmış mövzudur və Ermənistan bu məsələyə yenidən qayıtmamalıdır. İnanıram ki, biz bunu artıq bəyan etmişik. Qarabağ bağlıdır və bu məsələyə bir daha qayıtmamalıyıq. Bu, yeganə düzgün yoldur. O, həmçinin tarixi Ermənistan ideyasının axtarışının az qala real Ermənistanın itirilməsinə gətirib çıxardığını qeyd edib.
Faşizm üzərində qələbə paradı hər il Rusiyanın hərbi gücünü nümayiş etdirmək məqsədi güdürdü. Bu il isə Vladimir Putin Moskvada silah və hərbi texnika sayının xeyli az olduğu daha sadə parad keçirməyə üstünlük verməli oldu. Axar TV xəbər verir ki, bu barədə Wall Street jurnal yazıb. Nəşr bildirib ki, əgər Putin Ukraynanın uzaq mənzilli dron hücumlarından həqiqətən ehtiyat edirsə, bu müharibənin 5-ci ilində vəziyyətin Rusiyanın xeyrinə dəyişməyəcəyinə dair növbəti əlamətdir. Amerika Birləşmiş Ştatlarının Müharibə Araşdırmaları İnstitutu da hesab edir ki, Rusiya ordusu 2025-ci il ilə müqayisədə 2026-cı ilin yazında daha zəif nəticələr göstərir. Ukrayna aprel ayında itirdiyindən daha çox ərazini Rusiya işğalından azad edib. Ukrayna dron və raketlər vasitəsilə daha dərinliklərdə yerləşən mühüm hədəfləri, Rusiyanın neft emalı obyektlərini, silah anbarları və digər hərbi obyektləri uğurla vurur. Bu, yoldaş Putinin Qırmızı meydanda Rusiya hərbi qüvvələrini niyə nümayiş etdirmək istəməməsinə izah sayıla bilər. Nəşr vurğulayıb. Putin müharibənin sona yaxınlaşdığını bəyan etsə də, nəşrin fikrincə buna yalnız o halda inanmaq olar ki, Ukrayna şəhərlərinin bombalanmasını dayandırsın və ələ keçirə bilmədiyi bəzi ərazilərin Ukrayna tərəfindən güzəştə gedilməsi tələbindən əl çəksin. Məhz böyük itkilər və mümkün məğlubiyyət perspektivi Putini Ukrayna və Avropadakı imperiya ambisiyalarından imtina etməyə məcbur edə bilər. Bu, müharibəni Ukrayna üçün ədalətli şərtlərlə sona çatdırmağın ən yaxşı yoludur. Ermənistan Avropa Birliyi yolunu seçərsə, bir çox ailə bir-biri ilə əlaqəsini itirəcək. Axar TV xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Viktor Vadolotski yerli mediaya müsahibəsində deyib. O bildirib ki, Ermənistanla yumşaq boşanmanın Rusiya üçün demək olar ki, heç bir mənfi tərəfi yoxdur. Rusiya Ermənistana enerji resurslarını güzəştli qiymətlərlə tədarük edir ki, bu da Rusiya iqtisadiyyatına zərər vurur. Qardaş Respublikaya güzəştli qiymətlərlə tədarük edilən və yerli iş adamlarına əlavə gəlir gətirən qidalar da var. 100 illik ortaq tariximiz ərzində ermənilərin 50%-i Rusiya ərazisində yaşayıb. Erməni xalqı bizim üçün qardaş xalqdır. Rusiya və erməni xalqlarının dostluq münasibətlərinin qoruması vacibdir. Çünki bu, daimi əlaqələr və sərbəst hərəkət deməkdir. O, əlavə edib ki, Avropa Birliyinə qoşulacağı təqdirdə Ermənistan Rusiya ilə sərhədini bağlamaq məcburiyyətində qalacaq və bu da bir çox ailənin bir-biri ilə əlaqəsini itirməsinə səbəb olacaq. Eyni zamanda o, ölkədə hələ də dövlətçilik ideyasına sadiq qalan və Rusiya ilə münasibətlərin kəsilməsinə imkan verməyəcək bir çox siyasətçinin olduğuna ümid etdiyini bildirib. Rusiya prezidenti Vladimir Putin dəfələrlə Ukraynalı həmkarı Volodimir Zelenskini Moskvada qəbul etməyə hazır olduğunu bildirib. Axar TV xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Ushakov deyib. Məlumata görə Ushakov Zelenskinin mesajları çox sayda vasitəçi ilə deyil, birbaşa Moskvaya zəng edərək çatdırmağa çağırıb. Əgər deməyə sözü varsa, birbaşa əlaqə saxlasın, yoxsa deyilənlər havada qalır. Kremlin bugün keçirilən görüşündə Slovakiyanın baş naziri Robert Fico Putinlə Zelenski ilə danışıqların məzmunu barədə məlumat versə də, Ukrayna prezidentindən hər hansı xüsusi mesaj çatdırmayıb, Ushakov bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan metroda maraqlı vəziyyətlə üzləşib. Axar TV Modernaza istinadla xəbər verir ki, seçicilərlə növbəti görüşə tələsən Paşinyan metroya daxil olarkən bank kartı ilə ödəniş etmək istəyib. O, kartını 2 dəfə validatora yaxınlaşdırsa da sistem işləməyib. Paşinyan baş verənlərin səbəbini soruşduğu anda İrəvan meri Tigran Avinyan mobil telefonunu terminala yaxınlaşdıraraq onun metrodan keçməsinə kömək edib. Bundan sonra Paşinyan zarafatla bu tanışlığa görədir deyə sual verib. Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.